Onun bir tane daha oğlum var. Aynen sana benziyor. Başı, gözü, bakışları. Kurban olun Allah'a. İnsanları necə də bir yaradır. Seni gördüm, ağlama indi o geldi. Burada yaşamır. Xaricdədir. İşi gücü o kadar çoktu ki hiç buralara gelmeye vakti olmur. Ama ben ondan incimirəm. Çünkü o benim fəxrimdir. Əsas odur ki işi gücü olsun, dolansın. O mənə bəsdir. O sana yalan deyir. Heç bir işi gücü də yoxdur. Ailəsindən, atasından dəyərli tutduğu bahalı maşınlar sürməyi, bahalı geyimlər geyinməyi, bahalı insanlarla oturup durmağı. Amma əmin ol ki, indi peşman olub cəzasını çəkir. Sen tanıyırsan onu. Tanıyıram ata. Həmin o şərəfsiz oğlum mənəm. Həmin o hər şeyi ailəsindən üstün tutan, 500 manat pula, cəmaatın saxta səmimiyyətinə aldanıb səni tək qoyan o uğraş oğlum mənəm. Mən sənin ömrünü uğurlayıb özümə uğur tikmişəm. Sənin gəncliyini, canını satıb özümə karyera qurmuşam. İndi cəzamı çəkirəm. Ben de cavan olmuşum seni kimi. Her birimiz çok problemler görmüş. Belki de senin bizde olmasaq da öyle problemlerin olur ki. Ne ben bilmişəm, ne anan bilib, ne de ki kardeşin. Hayat senin fikirleştiğin kadar merhametli değil. Bazen en çok sevdiğin adam yaralayacak seni. En güvendiğin adam yar yolda koyacak. Ama sen yine de yıkılma. Ayakta kal. Her şeye rağmen ayakta kal oğlum. Sen ağlama. Başını dik tut. Hakkım sana sonunda olmasına ki muhalal olsun.